Bu boyda 300 illik tarixi olan bir kilsənin loqosuna bax. Adi yazım. Özdə bunu kim eləyib? Adi dizayner yox. Bunu eləyib dünyanın ən böyük dizayn studiyalarından biri olan Pentagram. Bəlkə siz də elə fikirləşirsiniz ki, loqoya pul ödənibsə, onun nə qədər zəngin detalları, parlaq rəngləri, fərqli şriftləri olsa, bir o qədər dəyərlidir. Əgər belə düşünürsünüzsə, onda bu video sizi təəccübləndirəcək. Çünki bu ilk baxışdan sadə görünən loqonun arxasında dərin araşdırma, güclü bir strategiya dayanır. Salam, sizinlə mən Murad Əsədov, qrafik dizayner və təlimçi. Bu video silsiləmizdə dünyanın böyük brendlərinin vizual kimliklərinin arxasında dayanan strategiyanı, fəlsəfəni xırdalayırıq ki, siz də öz brendinq işlərinizdə, konsept dizaynlarınızda onlardan faydalanasınız. Bugün Pentagramın Londonda yerləşən St. Paul's Cathedral kilsəsi üçün hazırladığı brendinqə baxacağıq. Bəs bu sadə yazı necə yaranıb? Cavabı tapmaq üçün əvvəlcə kontekstə baxmalıyıq. St. Paul's Cathedral kilsəsi sadəcə ibadət yeri deyil. Bu, Londonun ən populyar turist məkanlarından biridir. Bu kilsə həm də The People's Cathedral adlanıb, çünki Blitz dövründə öz dözümlülüyü ilə tarixə düşüb. Yəni, bu brend təkcə dini icma üçün deyil, həm də şəhər, turistlər və bütün dünya üçün danışmalı idi. Pentagramın bu sifarişi götürməyi də əslində təsadüfi deyil. Bundan əvvəl Book of Kells Experience və Jane Austen House üçün elədiyi işlərdən sonra kilsə Pentagrama müraciət eləmək qərarına gəlib. Məqsəd sadə görsənirdi, amma əslində çətin idi. İnanclı insanları ilhamlandırmaq, hər kəs üçün açıq olmaq və London üçün də, dünya üçün də bir kilsə olmaq. İndi isə ən maraqlı hissəyə gəlirik: strategiya. Strategiyanı qurmaq üçün Simple Revolution adlı bir şirkətlə, bir komanda ilə strategiyanın üzərində düşünürlər və bir suala cavab tapmağa çalışırlar. Bu kilsə insanlara nə demək istəyir? Tapdıqları cavab isə çox sadə. Bura hər kəs üçündür. İstənilən hər kəs içəri daxil ola bilər, sakitcə otura bilər və öyrənə bilər, huzur tapa bilər. Bunu belə təsəvvür edə bilərik. Bir nağıl danışmaq istəyirik. Sonra o nağıla uyğun geyim, keçim, atmosfer formalaşdırmaq istəyirik. Pentagram da sırf belə getdi. Əvvəlcə kilsənin demək istədiyi sözü, insanlara çatdırmaq istədiyi mesajı tapdı. Ondan sonra bu mesaja uyğun şrift, rəng və şəkil stili seçdi. Ona görə də rənglər, şriftlər və şəkillər hamısı bir sözü deyir. Bura hər kəs üçün açıqdır. İndi isə gəlin əsas vizual elementə, wordmarka nəzər salaq. Dizayn prosesi kilsənin tarixinə dərin bir araşdırma ilə başlayır. Yerüstü daş yazıları, yeraltı dəfn zalındakı qəbirlərin üzərindəki oymalar, bunların hamısı yeni loqonun formalaşmasında rol oynayıb. Burada çox unikal bir detal var. Pentagram komandası real daş yunan ustalarla bir yerdə işləyib ki, alınan nəticə, alınan loqo həqiqətən də daşın üzərində yonula biləcək bir formaya gəlsin. Yəni bu sadəcə ekranda gözəl görsənən bir görüntü deyil, eləcə də daşın üzərində yaşayan, daşın üzərinə daşına bilən bir işarədir. Daha sonra S və T hərflərinin digər hərflərə baxanda nisbətən yuxarıda yerləşdiyini görəcəyik. Bu təsadüfi deyil. Kilsənin kitabxanasında qədim bir kitabda tapılan tipoqrafik elementdən ilhamlanıblar. Kiçik görsənən bu jest əslində kilsənin irs və müasirliyə transformasiyasını göstərən incə bir detaldır. Wordmarkın daxilindəki hərflərdən də qısa bir monoqram yaranıb, hansı ki, loqonu fərqli ölçülərdə istifadəsi üçün şərait yaradır. Çünki biz bilirik ki, yaxşı loqonun meyarlarından biri də loqonun adaptiv olmağıdır. Yəni istənilən ölçülərdə, istənilən layoutlarda özünü praktik və effektiv aparmağıdır. Gələk şrift seçiminə. Əsas şrift kimi Dinamo studiyasının Arizona Flare şrifti seçilib. Klassik, zərif hərf formaları var, amma incə, müasir serif toxunuşlarına görə köhnə abu-havası, köhnə atmosferi vermir. Bu şriftə əlavə olaraq bir neçə ligaturalar da yaranıb. Ligatura nədir? Bizim kanalımızda bununla bağlı maraqlı bir video var. Body text üçün, kütləvi mətnlər üçün isə Railway şriftini seçiblər. Bu, bir çox brenddə rast gəlinən tipoqrafik strukturdur. Brendin xarakterini, brendin tonunu vermək üçün bir şriftdən istifadə edirlər. Kütləvi mətn vermək üçün, işləyən şrift üçün isə başqa oxunaqlı və praktik bir şrift seçirlər. İndi isə gələk rəng paletinə. Burada Pentagram çox dəqiq bir qərar verib. Yeni rənglər uydurmaq yerinə binanın özündən götürüblər.
Daş döşəmənin və divarların pastel tonları ilə, tavanın və mozaikaların əlvan rənglərini birləşdirib unikal bir rəng paleti formalaşdırıblar. Bu da bizim üçün başqa bir dərsdir. Güclü brendlər rəng seçimini subyektiv və estetik qərar kimi yox, tarixə, fəlsəfəyə, mənbəyin özünə fokuslanmış bir qərar kimi görürlər. Fotoqrafiya tərəfi də strategiyaya bağlanır. Şəkillər təkcə memarlığı göstərmir, insanların kilsə daxilində yaradanla yaşadıkları intim anları göstərir. Burada toplaşan, işləyən, ümumiyyətlə huzur tapmaq üçün elə-belə gələn insanlarla emosional bağ qurur. Yəni vizual sistem təkcə bu nə qəşəng binadır demir. Bu yer insanlar üçün də deyir. Bu yer hər kəs üçün də strategiyasına tam bağlanır və həmin yolla gedir. 3 dənə əsas nüansı dərs kimi özümüzə çıxarda bilərik. Birincisi, hər vizual qərar strategiyaya uyğun olmalıdır. Rəng seçimi də, şrif seçimi də, foto seçimi də. İkincisi, brendin yeniliyi, rebranding onun köklərindən imtina eləməli deyil, əksinə o köklərindən gələn dəyəri yeni müasir dilə, müasir kommunikasiya dili ilə, müasir kommunikasiya vasitələri ilə çatdırmağı bacarmalıdır. Üçüncüsü isə kiçik detallar. Saint Paul loqosundakı monoqram ST hərfini kənardan baxan tam başa düşməsə də, yəni məlumatı olmayan insanlar üçün qaranlıq qalsa da, amma brendlə yaxından ünsiyyət qurandan sonra, onun tarixini biləndə ki, bunlar kilsənin kitabxanasındakı qədim kitablardan ilhamlanan bir formadır. Onda brend haqqında başqa cür təəssürat formalaşır. Siz də brend analizini bu cür aparmaq istəyirsinizsə, yeni bir layihəyə baxanda onun arxasında dayanan strategiyanı, rəng seçimi, şrif seçimi, foto seçimi, illüstrasiya, patern və s. bu vizual kimlik elementlərini başa düşmək istəyirsinizsə, bizim sistemli dizayn kurslarımızdan faydalana bilərsiniz. Tədrisimizdə real кейslərin analizi ilə yanaşı, özümüz sıfırdan yeni bir loqo yaradıb, onun brend kimliyini addım-addım sona qədər yekunlaşdırmağı öyrənirik. Pentaqramın bu işi göstərir ki, güclü brend kimliyi yaratmaq sadəcə gözəl loqo çəkməkdən kifayətlənmir. Bu bir müəssisənin, bir şirkətin kim olduğunu anlayıb, onu daşdan tutmuş, posterə qədər, fotoya qədər, digital daşıyıcılara qədər tutarlı şəkildə çatdıra bilməkdir. 300 illik bir binanın hekayəsini itirmədən müasir dildə çatdırmaq hər brendin bacaracağı bir iş deyil. Əgər bu cür brend analizləri sizə maraqlı gəldisə, videonu bəyənin, fikirlərinizi şərhlərdə yazın və kanalımıza abunə olmağı unutmayın. Gələn videolarda görüşərik.